Salam dostlar. Bugün sizlərə Tubi'nin gələcək zamanı qaydasını başa salacağım. Əvvəlcədən videoya keçmədən kanalıma abunə olub like atmağı unutmayın. Kanalım yenidir və abunəsi azdır. Bu kanalda faydalı dərslərlə əlaqəli videolar paylaşıram. Gəlin başlayaq. Tubi'nin gələcək zamanı future tense-dən əmələ gəlir. Future tense gələcək zaman deməkdir. Yəni Tubi'nin gələcək zamanı. Future tense shall be və will be-dir. Shall be və will be acaq, əcək mənasındadır. Bu 5-ci siniflərin ingilis dili qaydasıdır. Acaq, əcək, iki cür. Yəni gələcək zaman acaq, əcək, iki cür. Yəni yazılır. Shall be gəlin keçək. Shall be və will be hansı şəxslərdə işlənir? Shall be I və we-də işlənir. Ancaq will be isə he, she, it, you. Bir də they-də işlənir. Yəni shall be ancaq iki sözdə, will be isə he, she, it, you, we, you, they. Bunlar da işlənir. Gəlin biz hardan bilək ki, shall be və will be hansı sözlərdə nə vaxt işlənir? İndi əgər biz bu sözləri görürüksə, bilməliyik ki, burada shall be və ya will be işlənir. Soon, tomorrow və next. Soon, yaxında, tezliklə və s. bu mənada işlədilir. Tomorrow, sabah, next isə növbə mənasında işlədilir. Gəlin indi keçək shall be və will be-nin sualına və inkarına. Gəlin inkarı. Shall be-nin shan't, shall be, shan't, will be isə won't sözündən əmələ gəlir. İndi shall be və will be-nin sualında isə qabağa keçir. Yəni biz əgər shall be və will be-ni sual cümləsində işlətmək üçün həmişə kimi shall be və will be qabağa keçir. Biz əgər təkrarlayıram, soon, tomorrow, next sözlərini görürüksə, burada bilməliyik ki, shall be və ya will be işlədilir. Shall be, shan't, will be isə won't. Shall be və will be də sualda qabağa keçir. Bu da inkarında işlədilir. İnkarında. Bugünlük qaydamız bu qədər idi. Hələlik.